Pasiyentimizdə 2 ədəd gömülü ağıl dişi çəkəcəyik indi. Hazırlamışıq hər tərəf, hazırda. Həyəcan var. Mən belə tuttum. Hə? Evet. Bayaqdan elə danışırdı, bax. Kameralar açan kimi danışmır. Heç kəs sizi görmür. Daha mikrofona görə əyilmir. Həyəcan var, həyəcan. Evet. Yoxdur deyir. Cərrahiyyə üçün hazırlamışıq. Mənim geyinməyimə ehtiyac qalmır. Çünki əlimə içeri vurmam. Sadəcə gömülü diş çəkəcəyik. Böyük əməliyyatları daha çox geyinirik. Belə başlayaq. Bir də ağza bir baxaq. 2 ədəd gömülü ağıl dişidir. Bütün dişlər dik çıxdığı halda bu diş belə çıxıb. Yəni bütün dişlər belə çıxıb, boylama ox olaraq. Bu diş isə belə perpendikulyar çıxıb, perpendikulyar. İndi bunu oradan kəsib doğrayıb çıxartmalıyıq. Burada da boylama oxlar belə olduğu halda bu diş tamamilə əyri çıxıb. Bunu da indi kəsib çıxardacağıq. Rentgende də baxsaq, görərik ki, dişlərin perpendikulyar olmağı necə bir vəziyyətdədir. Aşağıdan da artıq sinirə yaxındır. Köklərin ucları da sinirə yaxındır. Bu dişi çəkəcəyik. Bunun artıq çıxası yeri yoxdur. Buradan da çürüyüb, böyük çürükləri var. Dişin tac hissəsi, bu hissəsi çürük idi. Qalan hissəsini düz çıxartdıq. İndi qalıb kökləri. Diş tam şəkildə çıxdı, köklər tam çıxdı. Hər hansı bir ağrı falan var. Burada digər tərəfə keçmək üçün biz mandibular anesteziya edilən çənəni bütünlüklə keyitmədik. Çünki hər iki tərəfdə keydəndə pasiyentin asfiksiya, boğulma riskləri ola bilir. Çünki boğaz keyir, hiss eləmir boğazına gedən suyu. Ona görə etaplı şəkildə, yəni mandibular anesteziya eləmədik burada. Dişin yerinə bir baxacaq, görüm nə qalıb. Burada adətən kapşonlar olur. Onları çıxardırıq və yaranı tikib bağlayıb çıxacaq. Belə balaca dəlikdən bunu çıxartmış olduq. Pasiyent heç özü bilmirdi bura gələndə ki, elə bilirdi ağıl dişi çıxıb, balaca bir hissəsi qalıb. Amma rentgeninə baxanda gördü ki, perpendikulyar çıxıbmış. Bu dəlik, buna bağlayaq. Burada dişi görsək, perpendikulyar olmağı açdıqca daha gözəl görünməkdədir. Bu gəlib bu dişə rentgendən də göründüyü kimi gəlib sıxır bura. Gəlib sıxdığı üçün çıxa bilmir axı. Qabaq dişlərin çarpazlaşmağı da məhz ondandır, ondan irəli gəlir. Bunu oradan çıxardacaq, bu orada qalmayacaq. Ağrı hiss olunur. Pasiyentin ağrısı yoxdur, amma boğaz da keyməyib. Diş tacının bir qismi. Dişin tacının digər hissəsi. Tacı elə bir ki kəsdik. Bu yenə bölünür. Bir də belə kəsdik. Həm o tərəf, həm bu tərəf çıxartdıq. Ağrı var. Ağrı yoxdurmuş. Bu da digər kötük çıxdı. Və bunları bacardıqca invaziv işləməyə çalışdıq. Yəni minimum dəlikdən çıxartmağa çalışdıq. İndi artıq bu kapşonları falan götürüb yeri bağlayıb tikəcəyik. Hər hansı bir ağrı falan varmı? Yara yerimiz çox travma görmədən xırdaca bir balaca kəsiklərlə burada birazca böyütməklə işimizi çəkdik, qurtardıq, səliqəli. Siz də belə videolara burada baxırdınız, eləmi? Bax, siz onlarla da belə danışırdıq. Bizi videolardan görüb gəlib. TikTok'dan görmüşsünüz yoxsa Instagram falan? TikTok, Instagram, YouTube. Ha, YouTube'dan görünmüş bizi. Yine tikdik. Birazca burada qan sızmağa yer qoyuruq. Birazca da bu tərəfdən ki, bu drenaj yoludur. Drenaj yolu deyirik buna. Tikdik, çıxdıq, bitirdik. Bağlayın, sıxın. Pasiyentin çənəsi çıxmayıb yerindədir. Ağrı oldu mu? Ağrı olmadı ağrı. Əməliyyatımız bitdi. 2 diş çəkdik. Dişin çəkilmiş hissələrini bir burada göstərsək. Bu bizim əməliyyat hissələri. Bu bir dişin kökü. Dişin birinin kökləri tam çıxdı. Tacları burada. O birisi də digər dişin kökü və tacları. Köklər tam olmuşdu, çıxmışdı. Rentgendə də baxsaq, yumru halqada gördüyümüz o dişlər artıq indi ağızda yoxdur. Sağ olun.